Valideynlərimdən icazə istəmədən artıq çıxdığım 3-cü səyahətimdir. 24 yaşımda keçən ildən Tbilisiyə uçduğum tək ilk səyahətim idi. Daha sonra uçdum Dohaya. İndi isə İtaliya və Yunanistana uçacağam. İlk dəfələrdə düşünürdüm ki, ay Allah, valideynlərim görür mənə bunu icazə verəcək, buna necə baxacaqlar. Amma valideynlərim bilir ki, mən özüm qazanıram, hər şeyi özüm ödəyirəm ki, həyatda mən nə dərəcədə hansı çətinliklərdən keçirəm və mənim üçün istirahət ən vacib olan hissələrdən biridir. Və ilk səyahətimi edəndən sonra özümlə o qədər qürur duyurdum ki, çünki kəsdən qorxmurdum, narahat deyil idim ki, kimsə mənə nəsə deyər, eləyər. O qədər özgüvənim artdı ki, və mən bildim ki, dünyanın hansı yerində olsam, mən özümə, başıma bir çarə tapacağam. Və çox şükür ki, onlar elə bir fikirdə deyirlər ki, ərə gedərsən, ərinlə birlikdə səyahət edərsən. Çünki onlar anlayırlar ki, mənim reallaşmam üçün hansısa bir dayaq və ya heykəlin olması vacib deyil. Mənə elə bir insan lazımdır ki, mənim həyat tərzimi həqiqətən də dəstəkləyən biri olsun. Mentalitetdə deyirlər ki, ərə gedərsən, səyahət edərsən, uşağın olanda gedərsən, uşağın böyüyəndə gedərsən və həyat gəlib keçici və sən hələ də istirahət etməyəcəksən, harasa səyahət etməyəcəksən, tək və rəfiqələrinlə heç vaxt istirahət edə bilməyəcəksən. Buna görə də anama və atama təşəkkür edirəm ki, mənə inanırlar və məni dəstəkləyirlər və əsas odur ki, məni azad buraxırlar. Çünki bilirlər ki, mən özümü qoruya bilərəm. Əgər sən də ailəndən icazə gözləyirsənsə, bil ki, hər şey özünə güvən və məsuliyyətdən başlayır. Bu azadlığımı qazanmaq üçün də mən nələrdən keçmişəm, hansı əziyyətlərdən, ancaq valideynlərim bilir. Sən öz hekayəni yazmaq üçün kimdənsə icazə gözləyirsən, rəylərdə yaz.